Son dövrlərdə ürək xəstəliklərinin ən çox təsadüfi olunan növü ürək damarlarının tutulması və ya ürəyin işemik xəstəliyidir. Mütəxəssislər bildirir ki, bu kimi xəstəliklər çox vaxt əməliyyatla öz həllini tapır. Lakin unutmaq olmaz ki, əməliyyat öncəsi və sonrası xəstə həkim nəzarətində olmalı, gündəlik həyat tərzinə və qidalanmasına diqqət etməlidir. STV xəbərə müsahibəsi zamanı ürək damar cərrahı Vüsal Hacıyev bildirdi ki, əməliyyat öncəsi pasiyentin istifadə etdiyi dərmanlar öyrənilməli, əməliyyatına mane olan bir problem aşkarlanmadıqda xəstə əməliyyata alınmalıdır. Amma əməliyyatla da hər şey bitmir. Xəstənin əməliyyatdan sonra əməliyyat layihəsinə düzgün qulluq etməsi və döş qəfəsini həddindən artıq yüklənməməsi vacib məqamlardandır. Birinci həftələrdə döş qəfəsini həddindən artıq yüklənməməyə diqqət olmalıdır. Ürək əməliyyatından sonra birinci həftədə biz xüsusi bir diyet tətbiq etməsək də, ondan sonraki dövrdə mütləq diyetdə xolesterin az olmağına və şəkər xəstələrində şəkəri qaldırmayacaq, yəni ki, şəkər və un sularından az istifadəsi çox vacibdir. Ondan əlavə suallardan biri də ürək əməliyyatından sonra maşını nə vaxt sürmək olar? Biz bunu bir ay sonra məsləhət görürük. Əməliyyatdan sonra hərəkət necə olmalıdır? Bəziləri elə fikirləşirlər ki, əməliyyat olunubsa, bu xəstədir, bu yataqda qalmalıdır. Elə bir şey yoxdur. Pasiyent aktiv hərəkət eləməlidir. Amma əməliyyatdan sonra birinci həftədə hərəkətini 15-20 dəqiqə hərəkət edib, sonra pauzalar müşahidə eləməlidir. Həkimin sözlərinə görə ürək əməliyyatına hazırlaşan xəstələr tütün məhsullarından uzaq olmalıdırlar. Əgər xəstə tütün istifadə edirsə, əməliyyat öncəsi mümkün qədər bu zərərli vərdişi azaltmalıdır. Siqaret çəkən pasiyentlərimizə həmişə dəfələrlə deyirik ki, böyük bir əməliyyat keçirdib. Yəni ki, əgər siqaret çəkməyə davam edərlərsə, bundan bizim elədiyimiz əməliyyatın əhəmiyyəti azala bilər. Çünki biz xəstəmizin ömrünü uzatmaq istəyirik. Və ona görə həmişə təkidlə deyirik ki, siqareti tərgizməlidirlər. Mən başa düşürəm ki, bu çox çətin bir şeydir. Bir çox xəstə də bunu edə bilmir və depressiyaya düşür, ondan sonra da ki, yenidən siqareti başlayır. Ən azından mən xəstələrimə həmişə məsləhət görürəm ki, əgər ata bilmirlərsə, ən azından gündə 5 siqaretdən az siqaret çəksinlər ki, bədənin regenerasiyası verdiyi mənfi xüsusiyyətləri təmizləyə bilsin. Qeyd edək ki, təcrübəli əllərdə icra olunan açıq ürək əməliyyatları son dərəcə təhlükəsizdir. Əgər xəstə ürək əməliyyatı öncəsi hazırlığa diqqət edirsə və əməliyyat sonrası həkimin göstərişlərinə riayət edirsə, əməliyyat olunan xəstədə hər hansı bir problemin olması riski aşağıdır. Fərid Yusifov, Tapdıq Afətoğlu, STV xəbər.